Salam, Texnoloq Azərbaycan kanalına sizləri yenidən xoş gördük. Bugünkü videomuzun mövzusu şəbəkə dərslərində olan ingress və egress terminlərinin izahıdır. Mənalarına baxsaq, nə deməkdir? Ingress datanın switchə daxil olduğu portdur, port deməkdir. Egress isə datanın switchdən çıxacağı portdur. Bunu siz bir növ in-out kimi də düşünə bilərsiniz. Lakin gəlin siz bunu göstərə izah eləyə daha aydın olacaq durum. Baxın, deməli ümumi bir şirkət düşünün və şirkətin switchi var. Bu həmin o şirkətin switchidir. Yazaq switch. Deməli bu switchin də portlarıdır deyək ki, misal üçün təxmini bir şey çəkirəm, izah eləmək məqsədi ilə. Baxın, deməli bu port düşünün Fast Ethernet 1-dir. Bu port isə Fast Ethernet ya da 20-dir. Şirkətdə də işçilər var da təbii ki, switchə qoşulan kompüterlər var, işçilər deyək də bunlara. Deməli Fast Ethernet 1 portuna qoşulub bizim işçimiz kompüter var, PC-dir. Qoşulub Arif adlı deyək ki, işçi. Bu Fast Ethernet 1 portundadır. Yəni switchin birinci portunda. 20 portuna isə bizim şirkətin serveri qoşulub. Serverdir. Bunlar hər hansısa bir serverdir. Şirkətin qoşulub. 20-ci portdadır. İndi düşünün, belə bir situasiya gəlin, fikirləşək. Arif serverdən hər hansısa bir məlumatı götürməlidir. Və ya da serverdən Arifin kompüterinə hər hansısa bir məlumat gəlməlidir. Data gəlməlidir. Bu data necə gələcək? Təbii ki, switch vasitəsilə. İkisi də switchə qoşulublar, bir şəbəkədədirlər və yaxud da necəsə. Axır əvvəl bu Arifə gəlib çatır da bu məlumat. Bu da switch vasitəsilə olur. Ortada switch bunları elə bil calaşdırır, belə deyək. İndi ingress ilə egressi burada necə aydın eləyək görə hansı port ingressdir, hansı port egressdir. Baxın, dedik ki, datanın switchə daxil olduğu port. Belə bir situasiya fikirləşin ki, serverdən Arifin kompüterinə məlumat gəlir. Bu halda Arifin kompüterinə gələn məlumat daxil olan məlumatdır, çıxan məlumatdır. Bu halda Arifin kompüterinə gələn məlumat daxil olan məlumatdır. Düzdürmü? Daxil olan məlumatsa, deməli serverdən bu Arifə gəlirsə bu fayl, təbii ki, switchdən keçir də, data deyək də. Bu data gəlir bu porta. Düzdürmü? Bu portdan da təbii ki, bu birinci porta Fast Ethernet 1-ə gəlir, buradan Arifə gəlir. İndi bu porta gəldi. Düzdürmü? Bu porta gəldiyi üçün serverdən Arifin kompüterinə data göndərildiyi situasiyasını nəzərə alsaq, bunun üzərindən geçsək, bu port nə port ola bilər? Təbii ki, ingress port olacaq da datanın, çünki dedik ki, switchə daxil olduğu port. Switchə bu 20-ci port üzərindən daxil olur. Ona görə də 20-ci portumuz oldu bizim ingress. Datanın gələn situasiyasında. Yəni burada oldu ingress Fast Ethernet 20. Egress hansıdır? Egress isə Fast Ethernet 1-dir. Niyə? Çünki buradan data çıxır və Arifin kompüterinə gəlir çatır. Bu da datanın switchdən çıxacağı portdur. Bu halda da bizim Fast Ethernet 1, yəni birinci portumuz olur egress. 20-ci port ingressdir, birinci port egressdir. Hansı halda serverin Arifin kompüterinə məlumat, yəni data göndərdiyi təqdirdə. Bu cürdür. Bəs yaxşı, gəlin dəyişək. Vəziyyəti sıfırlayaq. Bu səfər Arif serverə bir məlumat, bir data göndərməlidir. Bu zaman serverə məlumat daxil olur. Bayaq serverdə məlumat çıxırdı, indi serverə məlumat daxil olur. Düzdürmü? Arif də serverə məlumat göndərməlidir. Okey, bizim mövzumuz budur. Nə olur onda? Arif datanı verir birinci porta. Yəni datanın switchə daxil olduğu port birinci portdur. Yəni Fast Ethernet 1 olur ingress portu bu vəziyyətdə. 20-ci portdan da data ötürülür serverə. Bu halda da 20-ci port olur egress. Niyə? Çünki datanın dediyimiz kimi switchdən çıxacağı port, switchdən çıxdığı port. Hansı portdan çıxıb? Məsələn 19 ola bilər, 18 ola bilər, 17 ola bilər, amma faktiki 20-ci portdan data çıxır və switchə yönləndirilir. Bu zaman 20-ci bizim portumuz olur egress portu. Mən iki cihaz üzərindən örnək verdim sizə ki, rahat anlaşılsın. Burada olsun birinci port, ikinci port, üçüncü port, dördüncü port fərqlənmir. Bu cür situasiyada əsas odur ki, biz mövzunu anlayaq ki, serverdən Arifin kompüterinə məlumat gəlirsə, serverdən birinci məlumat hara daxil olur? 20-ci porta. 20-ci port oldu bizim üçün ingress. Arifin kompüterinə gəlib çatmaq üçün birdən çıxdığına görə oldu egress. Arifin isə serverə məlumat göndərdiyi situasiyasında isə birinci portumuz oldu ingress. Çünki data buradan daxil oldu. Datanın switchə daxil olduğu port birinci portdur. Çıxdığı port isə, yəni egress port isə oldu 20-ci port. Çünki buradan da çıxdı, getdi serverə. Bu şəkildə çox sadə bu mövzunun da izahı var. Ümid edirəm ki, bu izahla sizə ingress və egress terminləri aydın oldu tam şəkildə. Əslində çox sadədir və görüntü ilə də izah edəndə məncə daha asan
başa düşülür. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Yeni videolarımızdan xəbərdar olmaq üçün təbii ki, kanalımıza abunə ola bilərsiniz və videonu da bəyənsəz, like edərək bizə dəstək ola bilərsiniz. Hər hansısa bir fikriniz varsa, bunu da kommentlər bölməsində bizə bildirə bilərsiniz. Yeni videolarda görüşənədək hələlik.